Mən izləyən hər kəsi salamlayıram. Gününüz uğurlu olsun deyirəm. Bugün gördüyünüz kimi çiyələkdən həm mürəbbəsini, həm də kompotunu hazırlayacağam. Bunu necə hazırlayacağam? Əgər bu sizə də maraqlıdırsa, buyurun izləyin. İlk öncə nə edirəm? Çiyələyi qaba boşaldıram. Və bunları təmiz-təmiz yuyuram. 3-4 dəfə bu formada yuyuram. Sonra isə yarım saatda islaqda saxlayıram ki, bilirsiniz, çiyələk qumlu olur. Neçə dəfə də yuyulsa hələ ki qumu getmir. Ona görə də bunu yarım saatda suda saxlayıram ki, tam təmiz olsun. Siz istəsəz buna sirkəli su da əlavə edə bilərsiniz. Amma mən bu formada təmizlədim. Və yarpaqlarını təmizləyirəm. Həm də baş hissələrini biraz kəsirəm. Əziyyətə dəyər verən, videolarımı izləyən, bəyənən, şərhlər yazan hər kəsə öncədən təşəkkür edirəm. Allah razı olsun deyirəm. Çiyələklərin hamısını gördüyünüz formada təmizlədim və bunun 2 kilosunu ayırıram mürəbbə üçün. Qalanını isə kompot edəcəm, çünki hər ikisi çox sevilir evdə. 2 kilo çiyələyə kilo yarım şəkər tozu əlavə etdim və bir balaca stəkan su əlavə edirəm ki, şəkər tozunu suda əridim deyə. Siz istəsəz bunu çiyələyin üzərinə şəkər tozunu əlavə edib kənarda gözlədə bilərsiniz ki, öz suyu çıxsın. Amma ona səbrim olmadığı üçün, həm də belə mənə daha asan olduğu üçün mən bu formada edirəm. Gördüyünüz kimi şəkər tozunu əritdim qazın üzərində və çiyələkləri əlavə edirəm üzərinə. Mürəbbəmiz yavaş-yavaş orada pişənə qədər burada butulkalarımıza çiyələyi əlavə edirəm. Əziyyətə dəyər verən, videolarımı izləyən, bəyənən, şərhlər yazan hər kəsə öncədən təşəkkür edirəm. Allah razı olsun deyirəm. Butulkalara çiyələyi əlavə etdim və balaca stəkanın başından 3 barmaq aşağı şəkər tozu əlavə edirəm hər 1 litrliyə. Mürəbbəmiz də yavaş-yavaş qaynamağa başlayır. Artıq qaynayır. Üzərinin kəfini yığıram. Düzdür, burada tam yığmayacağım. Sonda da salfetka ilə yığacağım. Artıq mürəbbəmiz deyərdim ki, bişib. Burada biraz suyundan götürürəm ki, soyusun. Bişdiyini tam dəqiq bilim. Burada da vannamızı bu formada sirkələyirəm ki, kəfi tam ortaya yığılsın. Salfetka ilə götürüm. Gördüyünüz kimi artıq mürəbbəmiz hazırdır. Burada da suyuna baxıram. Görürsünüz, artıq bitişmir. Demək ki, tam bişib, qaydasındadır. Mürəbbəmiz hazır oldu. Keçirik kompotlarımıza. Kompotların da üzərinə qaynanmış qaynar su əlavə edirəm. Qaynatmadan belə daha asandır. Düzdür, bunu hər kəs bacarır. Bacarmayanlar da var.
Gördüyünüz kimi kompotlarımızı da doldurdum, qapaqlarını bağlayıram. Qaynar da olsa bunu bu formada sirkələyirəm ki, şəkəri suya qarışsın və bunları bir gün isti ədyal içində saxlayıram. Səhərsi günü bunları sərin yerdə qışa qədər saxlayıram. Dediyim kimi artıq kompotumuz da, mürəbbəmiz də hazır oldu. Burada mürəbbəmizi sizə göstərirəm. Həm rəngini, həm də qatılığını görün necə möhtəşəm alındı. Dəndən alındı. Mürəbbənin rəngini sizlər üçün çöldə ona görə çəkiliş etdim ki, rənginin necə gözəl olduğunu görəsiz. Burada içəridə olduğu üçün biraz rəngi tünd görsənir. Və bunları isti-isti bankaya yığıram. Gördüyünüz kimi bu da bizim çiyələk mürəbbəmiz hazır oldu. Bəli, dəyərli izləyicilərimiz, bir faydalı videonun daha sonuna gəldik. Paylaşdığım videolar kimlərəsə fayda olursa, videolarımı izləyərkən bəyənməyi unutmayın. Hazırlayacaq olan hər kəsə nuş olsun deyirəm. Hələlik bu qədər, sağ olun, Allaha əmanət olun.